Salam uşaqlar. Bu dəfəki videoda kəsik konusun yan səthinin sahəsi necə tapılır, kəsik konusun həcmi necə tapılır, bunları araşdıracağıq və OTK sınağına düşmüş bir sualı həll edəcəyik. İlk öncə kəsik konusunun yan səthinin tapılmasını araşdıraq. Deməli, şəkildə bir kəsik konusu görürük. Bu konusun radiusları, kiçik radiusu R, böyük radiusu böyük R. Yəni, kiçik çevrəsinin radiusu kiçik R, böyük çevrəsinin radiusu böyük R, hündürlüyü və doğranı verilib. Bu konusu tam konusa tamamlayırıq. Yəni ki, doğranları uzadırıq. Doğranları uzadıb bir nöqtədə kəsişdiririk. Bu halda tam konus olmuş olacaq. Və bu şəkildə hündürlüyü də birləşdiririk. İndi bu konusun əlavə çəkilmiş bu hissəsində doğrana L1 deyək. Hündürlüyə də kiçik h deyək. İndi araşdırmaya keçməzdən əvvəl ilk öncə deyim ki, konusun yan səthinin sahəsini tapanda ümumi konusun yan səthinin sahəsindən bu əlavə balaca konusun yan səthinin sahəsini çıxacağam. Həcmi tapanda da eyni bütün fiqurun həcmindən bu əlavə artırılmış hissənin həcmini çıxacağam. İndi ilk öncə fokuslanırıq buradakı bu üçbucağa. Gördüyümüz kimi bu üçbucaqda, bir dənə bu düzbucaqlı üçbucaqda, bir dənə də başqa bir düzbucaqlı üçbucaq var. Yəni, bir üçbucağın daxilində bir dənə başqa düzbucaqlı üçbucaq var və burada oxşarlıqdan istifadə edəcəyik. Yəni ki, oxşarlığa görə əgər biz L1-i L1 üstəgəl elə bölsək, L1-i L1 üstəgəlsin elə bölsək, bərabər radiusları da bir-birinə bölməliyik. Yəni, kiçik radiusu böyük radiusa bölməliyik. Bir daha xatırladım. Bu kiçik düzbucaqlı üçbucağın bu böyük düzbucaqlı üçbucağa oxşarlığından istifadə edərək bu nisbəti aldıq. Burada da tənasibi çarpaz vuraq. Deməli, L1R bərabər olacaq L1R toplansın LR. Buradan L1R-i sol tərəfə aparsaq və L1-i ortaq çıxartsaq, nə alırıq? L1 mötərizədə böyük R çıxılsın kiçik R bərabərdir RL. Buradan da L1 bərabərdir RL bölünsün R çıxılsın R. Bu son aldığımız bərabərliyi yaddaşda saxlayaq. İndi bayaq dediyim cümləni xatırladım təzədən. Demək, biz böyük konusun yan səthinin sahəsindən kiçik konusun yan səthinin sahəsindən çıxsaq, kəsik konusun yan səthinin sahəsini almış oluruq. O zaman S kəsik konusun yan səthinin sahəsi bərabər olur böyük konusun yan səthinin sahəsi, yəni pi. Böyük konusa baxıram. Böyük konusun radiusu R, doğranı isə L üstəgəl L1-dir. Demək, pi R. Demək, konusun yan səthinin sahəsi pi RL düsturu ilə tapılırdı. Demək, pi R, L əvəzinə L üstəgəlsin L1 yazırıq. Yenə xatırladım, böyük konusun oturacağın radiusu R, doğranı isə L üstəgəl L1-dir. Bundan çıxmalıyıq kiçik konusun yan səthinin sahəsini. Yəni, pi, kiçik R və L1. Pi, kiçik R və L1. Bu da bərabərdir, mötərizəni vurub açsaq. Pi, R, L toplansın. Pi, R, L1 çıxılsın. Pi, R, L1. Bu da bərabərdir. Pi, R, L üstəgəlsin. Pi ilə L1-i ortaq çıxartsam, R çıxılsın R qalacaq mötərizədə. Bu da bərabərdir. Pi, R, L üstəgəlsin pi vurulsun. L1 əvəzinə az öncə yadda saxladığımız ifadəni yazaq. R, L bölünsün, R çıxılsın R vurulsun, R çıxılsın R. Və buradan da R çıxılsın R-ləri ixtisara aparıram. Qalanlardan da ortaq vuruq çıxardırıq. Ortaq vuruq da pi L çıxar. Pi L-i ortaq çıxartsam, mötərizədə nə qalır? R üstəgəlinsin kiçik R. Yəni, uzun sözün qısası, kəsik konusun yan səthinin sahəsi pi, mötərizədə R üstəgəlinsin R vurulsun L düsturu ilə tapılır. Və bu məsələdə isbat olunmuş olur. Yəni, bu izah isbatı ilə olmuş oldu. İndi keçək həcmi necə tapırlar, onu yazaq. Kəsik konusun həcmini tapanda da eyni qaydada konusu tam konusa tamamlamaq lazımdır.
Yəni ki, yenə doğranları uzadıb bir nöqtədə kəsişdirməliyik. Yenə bir hündürlük çəkməliyik. Bu çəkilən hündürlüyə indi h deyəcəyik. Bayaq bundan istifadə etmədik. Bu dəfəki fiqurda bundan h-dan istifadə edəcəyik. Hündürlük h, bu kənardakı L1 olsun. Bu dəfə L1-dən istifadə etməyəcəyik. L1-dən istifadə etməyəcəksə bu L1-i silə bilərik əslində. Deməli burada yenə oxşarlıqdan istifadə edirik. Yəni yenə bu üçbucaqda bu balaca düzbucaqlı üçbucağın böyük düzbucaqlı üçbucağa oxşarlığından istifadə edirik. Deməli h bölünsün, yəni kiçik fiqurun hündürlüyü bölünsün böyük fiqurun hündürlüyü. H bölünsün h üstə gəlsin böyük h bərabər olmalıdır. Kiçik r bölünsün böyük r-ə. Buradan davam eləsək, çarpaz vursaq hr üstə gəlinsin böyük hr bərabərdir böyük r h böyük r-ə. Yəni kiçik h böyük r-ə. Buradan da hr-i digər tərəfə aparsaq nə alacaq? Kiçik h böyük r belə yazım. Kiçik hr-i sağa aparaq, sonra da kiçik h-ı ortaq çıxardaq. O zaman h r çıxılsın r bərabərdir böyük h vurulsun kiçik r. Buradan da h nəyə bərabər olmuş olur? Böyük hr bölünsün r çıxılsın r. Və bu son aldığımız bərabərliyi yadda saxlayaq. İndi yenə bayaqki qaydada konusun həcmini tapmaq üçün böyük konusun həcmindən kiçik konusun həcmini çıxmalıyam. Yəni v-ni tapmaq üçün böyük konusun həcmindən konusun həcmi düsturunu da kənarda yazaq. Konusun həcmi necə tapılırdı? 3/1 pi r kvadratı h düsturu ilə tapılırdı konusun həcmi. Bu konusun həcmi haqqında da isbatı ayrı bir videoda eləyəcəyik. Onda çox uzun və maraqlı bir isbatı var. İndi 3/1 pi r kvadrat h düsturundan tapılırdı. O zaman böyük konusun həcmi, yəni 3/1 pi r kvadratı vur. H əvəzinə təbii ki, kiçik h topla böyük h yazmaq lazımdır. H, yəni böyük h toplansın kiçik h çıxılsın kiçik konusun həcmi. Yəni 3/1 pi kiçik r-in kvadratı kiçik h. Bu da bərabərdir mötərizəni açacaq. Yəni ki, buradakı l-də silə bilərik. Mötərizəni açacaq. 3/1 pi r kvadratı h üstə gəlinsin 3/1 pi r kvadratı kiçik h çıxılsın 3/1 pi kiçik r kvadratı h. Bu da bərabərdir 3/1 pi r kvadratı h toplansın. Digər bu iki bərabərlikdən, daha doğrusu bu iki ifadədən ortaq vuruqlar çıxartmalıyıq. Baxıram ki, 3/1 pi bir də h hər ikisində var. O zaman 3/1 pi və kiçik h-ı ortaq vuruq çıxardıram. Mötərizədə qalır r kvadrat çıxılsın r kvadrat. Bu da bərabərdir 3/1 pi r kvadratı h üstə gəlinsin 3/1 pi. Buradakı bu kiçik h-ın əvəzinə az öncə aldığımız eyniliyi yazsaq, yəni ki, vurulsun böyük h kiçik r bölünsün r çıxılsın r və vur r kvadrat çıx r kvadratı isə buraya yaxınlaşdıraq. R kvadrat çıxılsın r kvadratı isə müxtəsər vurma düsturu ilə açsaq, yəni r çıxılsın r vurulsun r üstə gəlinsin r. Buradan r çıxılsın r-lər ixtisar getsə, nə qalmış olacaq? 3/1 pi r kvadratı h toplansın 3/1 pi böyük h r mötərizədə r üstə gəlinsin r. Bu da bərabərdir.
Yenə ortaq vuruqlar çıxartmağa çalışacağıq. 3/1 pi və böyük H hər ikisində ortaq vuruq kimi çıxa bilər. O zaman 3/1 pi böyük H çıxdı ortaq vuruq. Burada nə qalacaq? R kvadrat topla 3/1 pi H ortaq vuruq çıxarsa, burada bu ifadə qalmış olacaq. O ifadə də mötərizəni vurub atsaq, böyük R vur kiçik R toplansın R kvadratı olmuş olur. Və özətini desək bu ifadənin, demək kəsik konusun yan səthinin sahəsi 3/1 pi H vurulsun böyük R-in kvadratı topla böyük R-lə kiçik R-in hasili topla kiçik R-in kvadratı şəklində tapılır və isbatı da bu şəkildə olur. Və sonda OTK sınavına düşmüş bir sualı isbat edək. Deməli, isbat edin ki, düzbucaqlı üçbucağın hipotenuzu ətrafında fırlanmasının alınan cismin həcmi onun hipotenuzuna çəkilmiş hündürlüyünün kvadratı ilə hipotenuzun hasilinə bərabərdir. Demək, o düzbucaqlı üçbucağı ilk öncə təsvir edək. Bu şəkildə bir düzbucaqlı üçbucaq olsun. Bu şəkildə bir düzbucaqlı üçbucaq. Və bizə deyir ki, hipotenuzu ətrafında fırlansın. Hipotenuzu ətrafında fırlansın. Yəni bu şəkildə fırlanarsa, belə bir fiqur əmələ gəlmiş olacaq. Yəni bu fiqurun eynisi bu şəkildə də burada əmələ gəlmiş olar və fiqur bu şəkildə fırlanar. Yəni şəkildə 2 dənə konus əmələ gəlmiş olacaq. Bir bu tərəfdən 2 dənə konus əmələ gəlmiş olacaq. Bu katetlərə A, B, hipotenuza da C demiş olsaq və bu hipotenuzda H1, yəni bu hissə H1 və digər hissə H2 olsa, o zaman H1 ilə H2-nin cəmi C-dir deməliyik. Bunu yad saxlayaq. Sonra bu düzbucaqlı üçbucağın hündürlüyü, yəni bu düzbucaqlı üçbucağın kiçik H-ı hündürlüyü. Bu konuslara, məsələn, sağdan baxaq bu konusa. Bu konusların oturacaqlarının radiusu olmuş olur. Yəni digər tərəfdəki konusun da oturacağının radiusu olmuş olur. İndi biz bu konusların həcmlərini toplasaq, V bərabər olacaq. Konusun həcminə tər tapılırdı. 3/1 pi R kvadratı H üstünə tapılırdı. İndi məsəl üçün soldakı konusa baxaq. Həmin konusun hündürlüyü H1, radiusu isə H-dır. Yəni buradakı R kvadratını silib yerinə H kvadratı yazırıq. H əvəzinə də H silib H1 yazırıq. O zaman nə olmuş oldu? Soldakı konusun həcmi 3/1 pi H kvadrat H1. Topla. İndi sağdakı konusun həcminə baxaq. 3/1 pi R kvadratı, R bunda da H olduğu üçün bura bir dənə H yazırıq. Vur H-dakı H2-dir. H-ın əvəzinə də H2 yazırıq. Və nəticədə nə olmuş olur? 3/1 pi və H kvadratı yazsaqdıq. Burada unutduq. 3/1 pi H kvadratı ortaq çıxır. Mötərizədə H1 toplansın. H2 alınmış olur. Və şərtdə pi-ni 3 götürməyimiz deyilmişdi. O zaman bu 3-lər ixtisar gedər. Pi 3-dürsə əgər. Və nəticədə nə qalar? H kvadrat vur. H1 topla H2 isə solda göstərmişdik. C demək idi. Yəni hipotenuz demək idi. H kvadrat vurulsun C olmuş olur və məsələ isbat olunmuş olur. Bununla da kəsik konusunun yan səthin sahəsi və həcmini araşdırmış olduq. Bir əlavə məsələdə işləmiş olduq. Gələn videolardan birində tam konusun həcmi haqqında da danışacağıq. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun, izləmədə qalın.